Təsəvvür elə şəhərin ən gözəl yerində günəşli bir səhər, təzə dəmlənmiş kofe və o kofeni sən satırsan. İndi bu təsəvvür gerçəyə çevrilə bilər. Dövlət dəstəyi ilə icra olunan səyyar kofe evləri layihəsi yenidən başlayır. Bu dəfə daha geniş coğrafiyada, daha çox imkanla və daha çox şəxsin həyatına toxunmaq üçün. Hər vaxtınız xeyir olsun, bələdçiniz olaraq buradayam və sizə indi layihə barədə ətraflı məlumatları təqdim edəcəm. Əvvəlcə qeyd edeyim ki, səyyar kofe evləri layihəsi bu dəfə Göygöl, Quba, Qəbələ, Şəki, Şəmkir, Şamaxı, İsmayıllı, Laçın rayonlarını, Gəncə, Şuşa və Xankəndi şəhərlərini əhatə edir. Bu ərazilər üzrə 15 nəfər işsiz şəxsə kofe satışını təşkil etmək üçün zəruri aktivlər təqdim ediləcək. Layihə iştirakçılarının seçimi zamanı 21-35 yaş aralığında olan, barista sahəsi üzrə təcrübəsi olan, bu sahədə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edən şəxslərə, sahibkarlıq və idarəetmə istiqamətində təcrübəsi olanlara, öz yaşadığı şəhər və ya rayonda fəaliyyət göstərmək istəyən şəxslərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara üstünlük veriləcək. Layihəyə müraciət etmək üçün ekranda gördüyünüz bölmədəki linkdən qeydiyyatdan keçə bilərsiniz. Uğurlar!